Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində qarşıda gördüyünüz 4 sot torpaqda sənədi çıxarış olan, yəni evin öz sənədi çıxarış olan, bir zal 3 otaq olan, bax belə bir həyət evi satılır. Hal-hazırda mən Navesin alt hissəsində yerləşirəm. Deməli, bax burada qarşıda gördüyünüz barıya qədər, bax bu buranı nəzərdə tuturam. Darvazadan 10 metrdir, eni isə 6,5-dır. İndi mən evə daxil olmuram, hal-hazırda bağçasına keçirəm. Dediyim kimi, deməli, sənədi çıxarışdır, 107,3 kvadrat metrdir, 4 sotdur. Deməli 2015-ci ildə tikilmiş evdir, yəni ipotekaya yararlıdır. Hal-hazırda mən evin üst hissəsini göstərirəm. 2 ədəd bakı var, biri 3 tonluq, biri isə 2 tonluqdur. 2 tonluq evin üst hissəsindədir. Bax burada bağçasında gördüyünüz kimi bir neçə ağac növü var. Bax belə bir, deməli 2 otaqlı, əldam deyə bilmərəm, otaq var. İndi mən bir dəqiqə bu cür alındı, bir dəqiqə. Buranı açım, hə. Bax bu 2 otaqlıdır. Gördüyünüz kimi bu cürdür. Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində yerləşir. Yenidən mən sizə bağçasını göstərirəm. 4 sotdur. Qiyməti 83 min manatdır. Ancaq mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. İndi evə daxil oluram. Çox yaxınlıqdan deyə bilmərəm. Təxminən maksimum 220-250 metrlikdən 16 nömrəli marşrut keçir. Yəni qəsəbənin orta hissəsi demək mümkündür. Yəni bu cür dedim bu sözü. İndi hamamına keçirəm. Stilistim Aristondur. Bax hamamım gördüyünüz kimi bu cürdür. Hamam ilə evin arasında olan məsafə təxminən 3 metrdir. Qarşıda isə bu zonanı görmək mümkündür. Bax belə bir həyət evinin qiyməti deməli 83 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bu qapı mətbəğə açılan qapıdır. Hal-hazırda bağlıdır. İndi evə daxil oluram. 107,3 kvadrat metrdir. Zalın uzunluğu 9, eni isə 4,5-dır. Gördüyünüz kimi həqiqətən əla və keyfiyyətli təmir olunub. Yenidən otaqların necə yerləşməyini sizə göstərirəm. Polu möhkəm taxtadır. Mətbəx mebeli, bax bu qarşıda gördüyünüz mətbəx mebeli evdə qalır. Deməli, bax bu mətbəxin ölçüsü 4-ün 5-ədir. Polları möhkəm taxtadır. Yenidən mən sizə pollarını göstərirəm. Qarşıda olan otağın ölçüsü 4-ün 5-ədir. Bax bu cürdür. Bax gördüyünüz kimi həqiqətən təmirlidir. Deməli 2 qat kubiklə hörülüb kürsülü olmağını gördünüz. İndi isə bax buranın ölçüsü 4,5-dir, 4-ün 5-ədir. Bura isə 3,5-ın 4-ədir. Bax bura deməli ikinci otaqdır. Ölçüsünə görə ən kiçik otaqdır. Qarşıda isə olan otaq 4-ün 4-ədir. Yenə təkrar edirəm. Deməli bakubus, avtobus, bax təxminən 220-250 metr plus minus ola bilər. Çox da olmayan bir məsafə. Yenidən bax bu 3-cü otağı göstərirəm. Bura isə zalıdır. Bax belə bir həyət evinin qiyməti 1 zal 3 otaq sənədi çıxarış olan, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. İpoteka yararlıdır. Qiyməti 83 min manatdır. Mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.